وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Elhamdülillah, Rabbimizə həmd olsun ki, təzən bu silsilə dərslərə, yəni Ramazandan sonra qaydırıq. Allah bu həqiqətən Allahdan bir müvəffəqiyyətdir. Allahın bunu bizə müvəffəq etdiyi üçün Allah Azze və Celləyə çoxlu şükürlər olsun, həmd olsun. Həqiqətən Allah Azze və Cellə həmdə layiqdir, tərifə layiqdir. O qullarına çoxlu ətalar edəndir. Yəni onun ətaları tətradır, tətra. Tətra nədir? Dünən demişdik. Tətra, yəni dalbadal. Ardı kəsilmədən yəni nemət gəlir insana. İnsana ardı kəsilmədən nemət gəlir. Əgər insan onu başa düşürsə, ona görə qayda var da, yəni ki, insan daima çalışmalı ki, nemətləri görməyə bacarsın. Nemətləri görməyə bacarsın və Allah Azze və Cəllə nə deyir? Deyir ki, وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ. Sən Rəbbinin nemətindən həmişə söhbət aç. Yəni, nəyə görə söhbət aç? Qəlbivə gətir, başa düş, bil ki, bu Allahın neməti və danış. Yəni, bu Allahın nemətidir. Ona görə alimlədir ki, elə bir insan yoxdur ki, Allah ona tətra nemətlər verməsin. Yəni, dalbadal nemətlər, çoxlu nemətlər yoxdur elə adam deyir. Elə bir adam yoxdur. Yəni, hamıya Allah müəyyən çoxlu nemətlər verir, sadəcə görmək lazım o neməti. Elə adamlar var ki, onu görür, elə adamlar var onu görür. Və elə bir insan yoxdur ki, Allah Azze və Cəllə ona böyük nemətlər verməsin. Və elə bir insan da yoxdur ki, Allah ondan müəyyən şeyləri götürməsin. Yəni, Allah müəyyən şeyləri verir və müəyyən şeyləri vermir. Yəni, istədiyinə verəcək, istədiyindən də alacaq. Necə ki, Allah Azze və Cəllə buyurur, تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ. Deyir ki, sən mülkü istədiyinə verirsən, istədiyindən alırsan. İstədiyini izzətləndirirsən, istədiyini alçaldırsan. Yəni, biyədikəl xayr, innəkə alə kulli şeyin qadir. Deyir, bütün xeyirlər sənin əlindədir, Allahın əlindədir. Yəni, sən hər şeyə qadirsən, Allah Azze və Cəllə. Deməli, bax, insana böyük nemətlər var. Yəni, bu nemətlərdən, yəni, bilirik ki, rububiyyət neməti var və uluhiyyət neməti var. Mən bu faydanı neçə yerlərdə təkrarlayıram ki, hətta oturursun, hətta insan başa düşsün, hətta təkrar olsun. Heç nə olmaz, yəni, təkrar olsun, amma tək başa düşək, tək anlayaq. Yəni, deməli, bax, Fatihə surəsi təkrar olunmurmu? Gündə 17 dəfə. Amma görürsən, hələ biz Fatihəni düzgün anlaya bilməmişik. İyyəkə na'budu və iyyəkə nəstəin özü, iyyəkə nəstəin nemətlərin bolluğunun dəlilidir. Biz yalnız səndən istəyən, yalnız sən verən. Yəni, görürsən, yəni, iyyəkə nəstəin, yəni, yalnız səndən istəyirik biz. Həqiqətən sən verən. Və insan həqiqətən Allaha düzgün şəkildə bel bağlasa, yəni, o heç vaxt, yəni ki, uduzmaz, heç vaxt, yəni, ziyana uğramaz. Heç vaxt narahat olmaz. Heç vaxt problemə düşməz insan. Təsəvvürlə, kimə bel bağlamısan? Təsəvvür edirsən mi? İndi yaxşı, deməli, var insana olan nemətlər var, olmayan nemətlər. Olan şeylər, olmayan şeylər. Olan nemətlər, olmayan nemətlər. Deyək, əgər kim olan nemətləri, olmayan nemətlərə hakim edərsə, xoşbəxt olar. Əgər kim olmayan şeyləri, olan şeylərə hakim edərsə, bədbəxt olar. Bax, qaydadır. Fikrə bu, çox gözəl qaydadır. Yəni, sən həmişə baxırsan ki, mənim varımdır. Mənim geyimim var. Elə insanlar var, geyimi yoxdur. Vallahi var. Mənim ayaqqabım var. Elə insan var, ayaqqabı yoxdur, həqiqətən. Baxırsan ki, putulkanı kəsib ayaqqabı düzəldənlər var. Yəni, həqiqətən var. Mənim başıma yağış yağmır. Elə adamlar var ki, ayağımın altı su deyil. O bu dəqiqə elə hətta müsəlmanlardan elə ellər var ki, nə deyim? Onların ayağı sudadır. Nəyə ki, müsəlmanlardan, qeyri-müsəlmanlardan da var.
Tək müsəlmanlarda elə deyil. Onun başına yağış yağır. Yəni ona görə, yəni və s. və s. Yəni insan bəlkə çoxlu bunları danışsa ürəyə tab gətirməz. Həqiqətən. Və həmçinin insan yəni özündə olub digərlərində olmayan nemətləri çox danışsa ürək partlayar bəlkə. Tab gətirə bilməz. Və insan özündə yəni olmayan şeyləri, yəni insan özündə olan nemətlərince İbn Qayyim rahimehullah deyir ki, əgər insan həqiqi şəkildə dərk etsə ki, Allah ona nə qədər nemət verib, ürəyə dözə bilməzdir bu nemətlərə. Yəni təsəvvürlə insanın çıxmağı evdən, insanın Allahın qoruması, yəni təsəvvür et, insanı Allah Azze və Cəllənin insana yardım etməsi, kömək etməsi, işlərini asanlaşdırması, duasını qəbul etməsi. Vallahi yəni o qədərdir ki, yəni insan yəni həqiqi sayısa sahib. Ona görə Allah Teala nə deyir? Və in ta'uddu ni'metallahi la tuhsuha. Deyir ki, Allahın nemətini sayma başlasa sahib qutara bilməzsiniz. Ona görə kim əgər olan nemətləri sayarsa, olmayan nemətlərə fikir verməzsə, o adam xoşbəxt olacaq. Yoxsa ki, istəyir dünyada ən varlı və ən vəzifəli və yaxud ən nələrsə olan insanlar olsun, onlarda da müəyyən şeylər yoxdur. O da özündə olmayan şeyləri saya dursa, nə olacaq? Naşükürün biri olacaq. Ona görə Allah Rasulü sallallahu aleyhi ve sellem ki, İmam Tirmizinin rəvayət elədi və başqalarının sünan müəlliflərinin rəvayət elədi hədisdə deyir ki, həmişə dünyada özündən aşağıya bax. Dində özündən yuxarıya bax. Heç vaxt. O həmçinin bu hansı xəstəliklərdən qaldırır? Dünya üçün yarışma xəstəliyin. Əgər görsən ki, alimlər tövsiyə edir, əgər görsən ki, insan səninlə dünyavi işlərdə yarışır, deyirsən, axirət işlərində yarış. Fikir vermə ona, deyir. Bu həqiqətən xəstəlik, dünya işlərində yarışır. Məndən ondan çox olsun. Vallahi, yəni bu xəstəlikdir. Allah bizi ondan qorusun. İnsan öz işində olmalıdır. Yəni, öz işi gör, öz xeyri artır, amma kimləsə yarışma. Yəni, kimləsə yarışma xəstəlikdir, vallahi. Və hətta bu xəstəlikdən insan qutara bilməz, salamat çıxa bilməz. Deməli, biz bu nemətlərdən ən böyük nemət din nemətidir. İman nemətidir. Hansı ki, bu nemət dünyada nə olmur? Yəni, dünyada ikən heçə getmir. Nə olur olsun, axıra heçə gedəcək. Yoxa çıxacaq. Nə olur olsun, yoxa çıxacaq. Amma axirət neməti isə yoxa çıxmır. Əbqadır. Ona görə Allah Azze və Cəllə nə deyir? Deyir ki, وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى. Axirət isə xeyirli və qalıcıdır. Axirət isə xeyirli və qalıcıdır. Deməli, bax, bir dənə göstər. Göstər görək. Dünyada elə bir nemət varmı? Xeyirli və qalıcı olsun. Yoxdur, qalıcı nemət yoxdur bu dünyada. Hamısı gedəcək, qutaracaq, bitəcək. Ona görə nə ki, axirət düşündür, yəni ən böyük axirət üçün olan şey nədir? İnsanın dini. Ona görə insan müsəlmandırsa, ondan böyük nemət ola bilməz. Sonra təsəvvür et ki, Rəbbimiz bizi İslama yəni neyib, hidayət edib, yəni bizi müsəlman edib. Bu böyük nemətdir, elə deyilmi? Həmçinin diqqət elə, deyir, biz müsəlman olmaqla bərabər, nəinki müsəlman deyirsən, əhl-i-sünnə və cəmaəsən. İman əhlisən, doğru yol əhlisən. Yəni sən xavariclərdən deyilsən. Sən sufilərdən deyilsən. Sən rafizilərdən deyilsən. Sən əhl-i-sünnənin yolundasan. Əhl-i-sünnə və cəmaətin, sələfi salihin yolundasan. Bu özü böyük bir nemət. Görsən tətra, dalbadal gəlir. 2. Sonra deyir, nəinki sən əhl-i-sünnənin yolundasan, sən deyir, xeyir işlərdə yarışanlardansan. Məhcid əhlisən. Cəmaat namazına gələnsən. Ana ata ilə yaxşı münasibətin var. Gözəl münasibətin var. Ana ata səni sevir. Sən də ana atanı sevirsən. Valideynləri sevirsən. Bu özü Allahdan böyük bir bəxşişdir, hədiyyədir. Vallahi qul üçün. Yəni vay halına o kəsin ki, onun valideynləri onu sevmir. Gör, yəni övlad nə qədər pis ola bilər ki, valideyn onu sevməz. Və ya valideyn onu görmək istəməsin. Və ya valideyn ona desin ki, çıx get buradan. Təsəvvür et, Allah-u Akbar. Ona görə,
Yəni insan çalışma var. Və digər salih əməllər, Quran oxuyansan, ibadət əhlisən, sünnətlərə diqqət edənsən baba. Və həmçinin bunlardan ən böyüyü də nədir? Mücələsəti əhlil elm. Elm əhli ilə oturub duransan. Elm məclislərinə gələnsən. Alimləri, elm tələblərini sevənsən. Yəni necə? Yəni həqiqətən alimləri sevmək nemətdir. Elm məclislərini sevmək böyük nemətdir. Yəni, bu neymətə vallahi azların azları bu neymətə, yəni Allah məhvəq edib. Azların azları. Elm məclisi neymətinə. Yəni, indi aydın oldu az məsələsi. Yəni, bax, həqiqətən azdır. Allah Azə və Cəl nə deyir? Qalilun min ibadiyyəş şəkur. Qullarımdan az bir hissəsi nə olacaq? Yəni, şükür edəcək. Həqiqətən şükür edənlər azdır. Və görürsən ki, azalır. Get-gedə azalır. Necə ki, Əməş, Süleyman ibn Mihran, yəni qədim mühəddislərdən olub. Şubənin müəllimi deməli deyir ki, ona deyirlər ki, görmürsən nə qədər məsciddə deyir, cəmaat, yəni dəstə oturan var. Onların vaxtında yüzlərlə insan dəstə oturur. Yüzlərlə. Deyir ki, 1/3 öləcək deyir bunların. Deyir, bunların 1/3 öləcək. Deyir, 1/3 dünya işləri ilə məşğul olacaq. Deyir, qalacaq 1/3 deyir. O 1/3-dən deyir, 1/1 faydalı elm tələbəsi olacaq. 100-dən biri. Təsəvvür et. O qədər deyir ki, necə ki, şair deyir, وَكَانُوا إِذَا عُدُّوا قَلِيلًا وَصَارُوا الْيَوْمَ أَقَلُّ مِنَ الْقَلِيلِ. Deyir ki, əvvəl deyir, sayılanda onlar deyir, az idilər. Və deyir, bugün deyir, azdan da az olublar. Həqiqətən az. Ona görə bir kişi gəlib nə deyir? Deyir ki, Ömər radiyallahu anhaya onun yanında dua edir. Deyir ki, Allahümmə cəalni minəl əqallin. Allah məni azlardan et. Ömər radiyallahu anh deyir ki, o nə deməkdir mən azlardan et? Deyir ki, Allah Quran-ı Kərimdir ki, qalilun min ibadiyyə şəkur. Qullarımdan az hissəsi şükür edər. Ona görə alimlər deyir, heç vaxt azlıq səni allatmasın. Məsələn, 5-10 nəfərdir hidayət olan. Çünki deyir, necə ki, İbn Abbasın hədisində gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, səhiyyə hədisdə, deyir ki, Uridat aleyhil umam fərayitun nəbiyyə və mə'ahu rahat. Deyir, mənə ümmətlər ərz olundu. Elə bir Peyğəmbər gördüm ki, yanında 9-10 nəfər var idi. Təsəvvür, Peyğəmbər qövminə gedib 9-10 nəfər iman gətirib. Az, görsən. Ki, və nəbiyyə və mə'ahu raculun və raculani. Deyir ki, elə Peyğəmbər gördüm ki, onun yanında 1 və 2 kişi var idi. Və rayitun nəbiyyə və nəbiyyə leysə mə'ahu əhəd. Ki, elə Peyğəmbər var ki, heç kim yanında yox idi. Allah akbar. İndi o Peyğəmbər düzgün dəvət etməmişdi mi? Etmişdi. Haqqa düzgün çağırmış. Lakin insanları icabət edənlər azdır, həqiqətən. Ona görə Allah Azə və Cələ deyir ki, insanların əksəriyyəti haqq yoldan azmış olar. Amma az bir hissə şükür edir. Ona görə Allah bizi azlardan eləsin. Nə xoşbəxt o azlar. Ona görə yəni, insan gələ elm məclisinə müvəffəq olubsa, yəni onun eləsin, davam ətli tutsun. O elm məclisini davam eləsin. Çünki bu tətra neymətlərdəndir. Ki, yəni, əgər insan gör elm məclisinə gəlibsə, necə ki, Əyyub Sıxtiyani rahiməhullah deyir ki, deyir, Allahın dində yeni olan kəsə və deyir, ərəb olmayan kəsə ən böyük neyməti onu əhl-i sünnədən olan bir alimə, şeyxə, elm tələbəsinə məhvəq eləməsidir. Yəni, onun yanında onu neyləməsi, onu məhvəq eləməsidir. Yəni, onunla tanış etməsidir, onun yanında oturub durmasıdır. Çünki təzə gələn insan bilmir heç nə dinlə. Kimə qoşulsa, onun kim olacaq? Çünki heç nə bilmir. Təzə Allah bu insana xeyir istəyir, bunu hər adama qoşmur. Bunu elə adamlara qoşur ki, onlar haqq yoldadırlar. Məsələn, görürsən, ən böyük neymət deyib Əyyub Əs-Sıxtiyani rahiməhullah deyir. Yəni, həqiqətən dəhşət. Həmçin əcəmə, yəni ərəb olmayan, görürsən ki, yəni əcəmlər gedir ərəb ölkəsində elm öyrənməyə. Heç nə bilmir, ərəb dili bilmir, o bilmir. Gedir kimə qoşulur, başlayır onun əqidəsində olmağa. Çünki o bilmir axı, aydın o, bilmir. Baxır, ərəbcə danışır, ərəbcə ayə gətirir, o birisi nedir? Ya, bu dəhşət imiş ki, yapışır ondan, bir də 2-3 ildən sonra səndə yəni, ixvan imiş, xavarici imiş, sufi imiş, əşari imiş, Allah qorusun. Yəni, batil firqələrdən birindəymiş.
Ona görə insan nə etməlidir? Qədrini bilməlidir, yəni nemətini. Və biz haradaydıq? 3 əsas kitabının yəni şərhində idik. Yəni deməli 3 əsas kitabı kimin kitabıdır? Şeyxülislam Muhammed İbn Abdülvahhab rahimehullahın kitabıdır. Kitab neçə yerə bölünür? Dedik ki, kitab 5 yerə bölünür. Bax, diqqətli olun, bu faydalar soruşulacaq inşallah. Kitab 5 yerə bölünür. Birinci nə idi? 3 məsələ. Sonra 4 məsələ. Sonra 3 əsasın, yəni təvhidin əhəmiyyəti. Üçün təvhidin əhəmiyyəti. Sonra 3 əsasın şərhi, sonra da sonluq. Deməli, 3 əsas nə idi? Demişdik, qəbir sualları, qısaca olaraq. 3 əsas qısaca olaraq nə idi? Qəbir sualları. Qəbirdə nə haqda soruşacaqlar? Evin qardaş. Sonra? Dinin, namaz. Dinin, sonra? Peyğəmbərin. Məsələn, Rəbb, din, Peyğəmbər haqqında sor. Və 3 əsas qısaca olaraq nədir? Qəbir suallarıdır. 3 əsas qısaca olaraq qəbir suallarıdır. Yəni, Rəbb, din və Peyğəmbər haqqında. Biz götürmüşük. 3 məsələ nə idi? Ən birinci 4 məsələ. 4 məsələ, sonra 3 məsələ, sonra təvhidin əhəmiyyəti. Elə deyilmi? 4 məsələ nə idi? Elm, əməl, dəvət, səbir. Bunların haqqında biz danışmışıq. Əgər kim istəsə qulaq asmaq, başdan, yəni kanalda var, kanalımızda var, onu yerləşdirmişik. Əgər kim istəsə, başdan, yəni sıralama ilə qulaq asa bilər. Bu faydalı hər bir müsəlman üçün, xüsusən yeni başlayan üçün çox faydalı, yəni dərslərdə şeyxin, xüsusən kimin yəni şərhi ilə keçmişik? Şeyx Heysəminin. Şeyx Heysəmi Sərhənin şərhi ilə və başqa alimlərin də əlavələri ilə Allahın izinə yəni keçmişik bu dərsi. Yaxşı, biz 4 məsələ nədir? Elm, əməl, dəvət, səbir. Sonra 3 məsələ. 3 məsələ nə idi? Deməli, təvhid, rububiyyə, uluhiyyə, yəni bir də şirk və şirk əhlindən uzaq olmaq. Aydın? Və sonra təvhidin əhəmiyyəti. Təvhidin əhəmiyyəti haqqında da götürmüşdük. Yəni, həmçinin sonra indi biz haradayıq? 3 əsasın şərhini. 3 əsasın şərhi də, yəni başlayırıq bugündən 3 əsasın şərhini. Yəni, nədir? Rəbb, din, bir də Peyğəmbər. Demək olar, Rəbb, din haqqında götürmüşük. Sadəcə din haqqında bu dərs biraz geniş məlumat edək. Gələn dərsdən Allah Rasulü sallallahu aleyhi ve sellem haqqında yəni götürərik. Biz artıq demək olar ki 3 əsasın əsas hissəsini götürmüşük. Əsas hissəsini. Çünki biz ibadətlər haqqında da danışdıq. Yəni hansı ibadətlər? Yəni qorxu, ümid, təvəkkül, sevgi, sonra xəşyə, inəbə, rəhbə, rəğbə, sonra nəzir ibadəti haqqında geniş danışdıq və digər ibadətlər haqqında geniş danışdıq, yəni 3 əsasda. Yəni bu ibadət çox mühümdür. Çox mühümdür öyrənmək, yəni bilmək, müsəlman bilməlidir bunları. Yəni bunlar hamısı dindən vacib olan şeylərdir. Yəni bu 3 əsas dərsində keçilən şeylər, yəni kim bunları yaxşı bilib, bunlara əməl etsə, qəbirdə suallara cavab verəcək. Yəni odur yəni bu. Onu görürlər. Yəni amma kim bilməsə, Allah qorusun cavab verməyə bilər. Və əməl etməsə, xüsusən əməl etmək mühümdür, vacibdir. Görürsən Allah Azza və Cəllə insanı bəzən imtahana çəkir və bəzən yəni onu əmrlərlə, qadağalarla, nəfsə xoş gəlməyən şeylərlə imtahan olunur insan. Görə insan ona çıxacaqmı, çıxmayacaqmı, aydın mı? Ona görə insan gəlib bilsin. Və görürsən insan bilməyəndə çıxmır. Həqiqətən yəni insanı elm hara aparır? Yəni Allah qorxusuna aparır. Ola bilər elə insanlar var ki, belə zahirən görsən ki, elm nəsə bilir. Amma görsən ki, nəsə böyük problemlər var. Deməli, o bilmir. Deməli, bilmir. Yəni, Allah haqqında elmi yoxdur. Əgər Allahı tanısa, yəni o günahlara düşməz o insan. Yaxşı, deməli, din, dedik ki, bax, İslam dini. Yedim? İslam, Rəbb haqqında götürmüşük, yedim, təvhidin əhəmiyyətində, yəni Rəbb haqqında götürmüşük. Yəni üçün, 3 məsələdə rububiyyə təvhidi, uluhiyyə təvhidi haqqında götürmüşük. Yaxşı, deməli, İslam dini nə deməkdir? Nə deməkdir İslam? İslamın tərifi. Şeyx dinə. Təvhid ilə Allah. Təslim olmaq. Təvhid Allah.
boyun əymək şirk tərəfindən. Əhsən şeyx. Təvhidlə Allaha təslim olmaq, itaətlə boyun əymək, şirk və şirk əhlindən uzaq olmaq. Bunu bax, su kimi əzbərmək. Təvhidlə Allaha təslim olmaq nə deməkdir? Nə deməkdir? Təvhidlə Allaha təslim olmaq. Təvhidlə Allaha təslim olmaq nə deməkdir? Bax, təvhidlə Allaha təslim olmaq. Yəni, bunun xülasəsi Allahın əmr və qadağalarını düzgün şəkildə yerinə yetirməkdir. Allah xoşlamadığı şeyləri etməməkdir. Allahın qəzəbə gətirən şeylərdən uzaq olmaqdır. Allahın sevdiyi şeyləri etməkdir. Allahın sevdiyi şeylər az olsa da onları tərk etməməkdir. Qayda var idi, əgər deşib götürmüşdük. Əgər bir şey az olsa belə tərk etmirsən, əməl edirsən. Əgər bir günah balaca olsa belə o günaha düşməyə istəmirsən. Deyirsən ki, yox, bu balaca olsa da kimə qarşı çıxıram bu ilə? Ona görə nə deyədilər? Deyədilər ki, sən baxma bu günahın balacalığına, bax gör bu günahla sən kimə qarşı çıxırsan. Yəni sən ona bax ki, gör kimə qarşı çıxırsan bu günahla. Sən ona bax. Sən baxma ki, bu günah nədir? Yəni balacadır. Ona görə qədimdə ayırmırdılar. Ki, bu balaca günahdır, bu böyük günahdır. Sonradan insanlar Allah qorusun araşdırma başlar. Bu kiçik günah, bu böyük günahdır. Amma insan öyrənməlidir ki, böyük günah, kiçik günah ki, hətta böyük günahlara insan qətiyyən düşməsin. Qəti şəkildə onlardan uzaq olsun. Çünki böyük günahlar həlak edir. Allah Azze ve Celle Quran-ı Kerimdə neçə yerdə deyir ki, İntəştəni bu kəbəirə mə tunhavun anhum nukəffir ankum seyyiətikum. Deyir ki, əgər siz böyük günahlardan çəkinsəz, sizin kiçik günahlarınızı bağışlayarıq. Görsən, böyük günahlar mənə çox təhlükəlidir. Əllezine ijtenibune kəbairal ismi vel fevahişe illel-ləməm. Deyir ki, o kəslər ki, böyük qadağan olan günahlardan çəkinlər, ləməmlər xaric. Ləməm nədir? Kiçik günahlar. Ləməm kiçik günahlar. Yəni, ləməmləri biz bağışlayarıq. Yəni, hansı surədədir? Nəcm surəsində. Deməli, insan xüsusən böyük günah kiçik. Yəni, təvhid budur, qardaşlar. Təvhid bu demək deyil, Allaha xas olan şeylərdə təkləşdirdik, sözünü bilək və sonra gedək bütün günahlara düşək. Sonra gedək asi olaq. Sonra gedək haqlara girək. Ailə haqları, uşaq haqları, dost, qardaş haqları, ana, ata haqları. Sonra gedib taptalayaq rahat şəkildə. Və yaxud da insan hüquqları başqa. Kiminsə haqqı, mal haqqı, pul haqqı, qul haqqı, digər haqlar. Aydın mı? Bunları gedib taptalamaq təvhidə müxalifdir. Təvhid budur. Təvhidi belə yaşamaq. Yoxsa bizi Allaha xas olan şeylər Allaha təkləşdirmək. Bəli. Deyirik ki, amma əməldə görürsən ki, yoxdur, qardaş. Demək, nə etmək lazım? Əməldə həyata keçirmək lazım. Buradan deyirik ki, Allaha xas olan şeylər Allaha təkləşdirmək. Yəni, uluhiyyətdə Allaha təkləşdirmək. Uluhiyyət nədir? İbadətdə Allaha təkləşdirmək. İbadət tək. Yəni, ibadət tək, yəni namaz, oruc, zəkat, həc deyil. İbadət həmçinin qulların haqqını qorumaq ibadətdir. Qulların haqqını yer. Çünki Allah biz onu ibadət edir ona. Qullarla gözəl rəftar eləmək ibadətdir. Misal üçün, Allah Azze ve Celle deyir ki, وَقُولُوا لِنَّسْ حُسْنًا. İnsanlarla gözəl rəftar elə. İnsanları gözəl sözlə. وَخَالِقِ النَّاسِ بِخُلُقٍ حَسَنٍ. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, insanlarla gözəl əxlaqla davran. وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ. Sən ey Muhammed gözəl əxlaq üzərindəydin. لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Allah Resulü sallallahu aleyhi ve sellem sizin üçün gözəl ibrətlər, nümunələr var. Görürsən, bunlar hamısı ibadətdir. Biz bunları yerinə etməliyik, təsəvvür et. Amma baxırsan ki, yəni qaydalar misal üçün görürsən dilimizdə yaxşı olur, amma əmələ gələndə əməl eləyə bilmirik. Nəyə görə ki, deməli təvhiddə problem var. Deməli təvhidimiz problemlidir. Yəni təvhid nədir? Rəbblə olan əlaqəmiz, Allahdan qorxmuz. Ona görə nə etməliyik ki, Allaha dua etməliyik ki, Allahım bizi sənə düzgün şəkildə qul olmağı müvəffəq elə. Əleyhissallah bi kəfin əbdə. Ona görə problemimiz olur. Əllərimiz göyə qalxır, duamız qəbul olmur. Uzanır məsələ. İllərlə uzanır, gecikir. Nəyə görə bilsən? Çünki qulluğumuz düzgün deyil. Vallahi yaxıdır, qulluğumuz düzgün deyil, ona görə. Yəni, bax, əgər qulluğumuz düzgün olsa, əllərimizi qaldıran kimi Allah icabət edəcək. O demək deyil, bütün günahların, bütün duaların bir-bir qəbul olsun. Yox, amma Bismillah.
Əgər həqiqi qulluq olsa, Allah tez icabət edəcək. Tez duanı qəbul edəcək. Amma duanı qəbul olmayanda o deməkdir ki, pis səndə düşəsən. Allah haqqında pis səndə düşəsən ki, Allah artıq məndən qəbul etmir, məni tərk edib və s. Yox. Qulluğu düzəldəsən. Əleyhisəllahu bikəfin əbdə. Allah öz quluna kifayət deyilmi? Allah öz quluna kifayət deyilmi? Nə deməkdir? Şeyx Sədi Rahimullah deyir ki, burada əbdə Allah öz quluna dedi. Bax nədir? Allah öz quluna kifayət deyilmi? Demədi, Allah qula kifayət deyilmi? Dedi, öz quluna. Yəni, sən Allaha düzgün qul olmalısan ki, Allah sənə kifayət eləsin. Allah sənə bütün işləri səhmana salsın. Fikir verirsən, bax burada. Yəni, deyirsən, orada usulü qayda var. Usulü qayda. Yəni, mufrad mudaf yədullu aləl umum. Mudaf təkdə gələrsə, ümumiyyəyə dalat edir. Abdə sözü, abdə mudafdır. Təkdə gəlib. Bu, ümumiyyəyə dəlildir. Yəni, səndə nə qədər ibadət vəsifləri çox olacaq, artacaq, o qədər Allahın yardımı sənə çox olacaq. Səndə nə qədər xeyir vəsifləri çox olacaq, o qədər Allahın yardımı tez olacaq. Amma səndə nə qədər o vəsiflər az olacaq, Allahın yardımı uzaq olacaq. Allahın yardımı səndən, duanın qəbul olması uzaq olacaq. Fikir ver, əleyhisəllahu bikəfin əbdə. Allah öz quluna kifayət deyilmi? Kifayətdir belə. Amma necə? Əgər qul həqiqi qulluq ubudiyyəni yerinə yetirərsə. Aydınmı? Ona görə tövhidlə Allaha təslim olmaq budur, qısaca olaraq. Aydınmı? Yəni, Allahı rububiyyətinə təkləşdirmək, uluhiyyətinə təkləşdirmək, Allahı isim və sifətlərini o isbat edib, inkar etdiyi şəkildə qəbul etmək. Misal üçün, Allahın rububiyyəti nədir? Bax, Allah yaradan, ruzi verən, idarə edən, yalnız mülk sahibi olan. Demək, ruzi problemimiz varsa, ona yönəlməliyik. Mülk, mal, mülk problemimiz varsa, ona yönəlməliyik. Mülk onun əlindədir, o til mülkə məntəşə, istədiyinə, istədiyi qədər verir. Və həmçinin, təsəvvür et, idarəçilik. Bax, sanki ailədə problem var da, görürsən, Allah qorusun. Yəni, idarəçilikdə pozulub. Kimə qayıtmaq lazım? Allaha qayıtmaq lazım. Rububiyyət tövhidi budur. Yəni, sadəcə dinlə demək yox, qayıtmaq o şeydə. Deyir, hətta bax, alimlər nə dedi ki, sən çıxırsan evdən, deyirsən ki, filan kəsdən görüşərdim, biri mənə kömək edərdi, yardım edərdi və yaxud nəsə işim həll olar. Bu rububiyyədə problemdir insanın. Demək, insanın tövhidinin rububiyyəsinə problem var, Allahla əlaqəsində problem var. Allahı özünə yardımcı götürmür, kimizə götürür? Təsəvvür edirsən. Amma insan Allaha düzgün özünə yardımcı götürsə, Allah bütün insanları onun xidmətinə yönəldəcək. Həqiqətən Allahın yardımı böyükdür. Yəni görə İbn Abbasın hədisində deyir, Allah Resulü sallallahu əleyhi və səlləm ona öyrədəndə deyir: "Ya qulam, inni uallimuke kelimat." Oğlan, mən sənə bəzi kəlmələr öyrədəcəm, xeyir kəlmələr. Axırda nə deyir ona? Deyir ki, əgər bütün insanlar yığışıb sənə xeyir vermək istəsə, Allahın yazdığından artığını verə bilməz. Əgər bütün insanlar sənə yığışıb zərər vermək istəsə, Allahın yazdığından artıq verə bilməz. Rufiyyətəl əqlam və cəffətəs suhuf. Qələmlər qaldırılıb, səhifələr quruyub. Yəni, artıq qədər yazılıb da, Allahın əlindədir. Və həmçinin Allah Azə və Cəllə buyurur ki, deyir, وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ. Deyir ki, ölməyən və daimi həyat sahibi olan Allaha təvəkkül et. لَوْ أَنَّكُمْ تَوَكَّلُونَ عَلَى اللّٰهِ حَقَّ تَوَكُّلِهِ لَرَزَقَكُمْ كَمَا يَرْزُقُ الطَّيْرِ تَغْدُو خِمَاسًا تَرُوحُ بِطَانًا. Deyir ki, əgər siz haqqı ilə Allaha təvəkkül etsəyiz, quşa ruzi verən kimi Allah sizə ruzi verərdi. Deyir ki, o deyir, ac qarnına çıxır, tox qarnına qayıdır. Hələ bağlarını da yedizdirir, subhanallah. Ona görə bu rububiyyə, uluhiyyə nədir? Uluhiyyə, qul öz ibadətini Allaha təkləşdirmək. Yəni, ibadət edirsən, riya yoxdur, sum'a yoxdur, eşitdirmə yoxdur. Bunlar deyirsən, qul düşür onlara. Nə vaxtsa eşitdirirsən, nə vaxtsa göstərirsən, nə vaxt. Qulluqda acizik, başa düşürsünüz necə? La ya'lamur riya illal muxlisun. Əgər insan ki, məndə o yoxdur, demək o hələ başa düşməyib riya nədir. Kim desə ki, məndə yoxdur, hələ başa düşməyib o. Fikir riya nə olma şeydir. Aydınmı? Həmişə də var yəni. Ona görə yəni insan onu əgər görürsə o xeyirdir. Və sadəcə görəndən sonra nə düzəlmək. Hər dəfə bir tərəfini düzəldirsən. Sən deməyəcəm. Danışmır, Allah bilsin. Demə məndə belə oldu, mən belə elədim, mən filan oldu. Bir dəfə belə baş verdi, bir dəfə belə oldu. Falan yox, demirsən sadəcə. Gizlət.
İzzət. Allah bilsin kifayətdir. Yaxşı, bu ad və sifətlər nə idi? Bu ad və sifətlər tohidin, Allah insan adlarını biləndə, insan sifətlərini biləndə Allah Azə və Cəllə düzgün şəkildə tanıyır. Misal üçün, Allah Azə və Cəllə alim, hər şeyi bilən, xabir, gizlidə olanları bilən, latif, ən dəqiq işləri, bizlə bağlı olmayan işləri bilən, onu görə həmişə ondan xeyir istəyirsən. Həmişə Allah Azə və Cəllə nədir? Adı səmiyə, eşitir, nə danışırsan eşitir, günah danışırsan eşitir, görür, basir, görür. Birdən mesaj yazırsan, Allah qorusun, kiməsə kobud deyirsən, o kobud mesajı Allah görürsən, Allah bilir, xəbərdardır. Allah Akbar. Yəni, insan təsəvvür et, yəni, bunları biləndən sonra, subhanallah, mən necə günah edə bilərəm ki, yəni, Rəbbim eşidir, bilir. Birdən unutsan, tez yazıva salsın ki, xəbirdə axı, xəbəri var. Yəni, niyə bu günah edirəm mən? Çünki günahın pis aqibəti var. İnsan çəkinir, insan dala durur. Budur tohid, yəni. Ad və sifətlər tohidini bilmək budur. İnsana böyük xeyir gətirir. Və həmçinin tohid Allaha təslim ol. Sonra itaətlə boyun əymək. Bunu bildiyin, indi boyun əy. Allah istəyir ki, sən ona nə edəsən? Boyun əyəsən. Yəni, boyun əymək ancaq ibadət, yəni namaza deyilmir. Onun əmirlərinə itaət et. Məsələn, itaətlə boyun əymək. Yəni, inqiyat deyilər buna. Yəni, tabi ol, yerinə yetirmək. Daha doğru desək, yerinə yetirmək daha da yaxşı olar. Boyun əymək yox, itaətlə yerinə yetirmək. Desək, bəlkə daha yaxşı olar. Sadəcə boyun əymək sözünün gözəl bir ləfiz var, gözəl bir ibarə var ki, yəni, insan yəni, onu sevərək, zəlil olaraq, boyun əyərək yerinə yetirməsi əsl qulluğu bildirir. Əsl Allaha olan qulluğu. Yaxşı, sonra şirk və şirk əhlindən uzaq olmaq. İndi sən bunları Allah müvəffəq elədi. İndi yenə gəlib başqa, misal üçün, dindən uzaq olan insanların yanında oturursan, onlardan təsirlənirsən, təzən gəlib günahlara düşürsən, günahlar sənin üçün adi olur. Amma ibadət əhlinin yanında oturanda, subhanallah, o təqvalı, mən nə vəziyyətdəyim, subhanallah. Necə mən təqvalı olmayayım ki? Niyə mən bu günaha düşməliyəm? Hamı ibadə, itaət əhli, amma məndə problemlər, yəni, tez qayıdırsan. Amma görürsən ki, bu subhanallah, bunda belə günahlar, onda elə günah, onda sən ən yaxşı mənəm ki, elə, məsələsi necə? Və yaxud da ki, o sənin üçün o günahlar asanlaşır, bir gün insan özü həmin günahlar. Allah qorusun. Budur, ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir dərman hədisi var bu barədə. Bunu da deyim, yekunlaşdıraq. Nə deyir hədisdə? Deyir ki, ihris alə mən yənfa'uk və istə'in billəh və lə tə'ciz. Deyir, sənə fayda verən şeyləri həris ol, Allahdan yardım istə və aciz qalma. Aciz qalma. Yəni, iman məsələsində qabaq. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, əl-məru alə dini xalili. Kişi öz dostunun dinindədir. Fəlyanzur mən yuxalil. Deyirsən, bax gör kimlə durub oturursan. Yəni, bizdə qədimdən müdriklərin sözü var. Nə deyirlər? Bir dostunu göstər, deymişsən kimsən. Həqiqətən insan dostuna baxanda bilsən ki, bu necə adamdır. Ona görə dostluq çox mühüm şeydir. İnsan gərək oturub durduğu insanlara diqqət etsin. Vallahi çox mühüm məsələdir. Birinci cümlə xəbər cümləsi, ikinci cümlə tələb cümləsidir. Əslində bu özü bizə bir əmrdir ki, biz bunu yerinə yetirməliyik. Fəlyanzur mən yuxalil. Sən bax gör kimlə durub oturursan. Yəni durub oturduğun insanı düzgün insan seç. Durub oturduğun insan düzgün, təqvalı insan olmalı. Necə ki, alimlər deyərlər ki, deyir, sənin durub oturduğun təqva əhli olsun ki, yeməyini də təqva əhli yesin. Deyir, evinə gəlib gedən insan da təqva əhli gəlsin, geçsin. Məsələn, yəni, hər kəs gəlib getməsin, hər kəs təqva əhli, iman əhli, səni özü kimi istəyən, sənin üçün xeyrinə həris olan insan olsun, yəni. Allah bizi qorusun, yəni, bütün şərlərdən. Allah bizə xeyirli dostlar nəsib eləsin. Allah bizi xeyirli dostlara yetişdirsin. Və Allah Azza və Cəllə bizi, yəni, günahlarımızı əff etsin və bizi haqq yolda sabit etsin. Allah bir daha doğrusunu, Allah Azza və Cəllə bizə eşitib fayda almağa və ona əməl etməyə müvəffəq eləsin. Və axiru da'vana enilhamdülillahi rabbil alemin və sallallahu ala nəbiyyina Muhammedin və ala alihi və sahbihi